Bakıda 61 yaşlı qadın itkin düşüb. Doğru Xəbər Azərbaycan bildirir ki, Kamalova Rasimə Ələddin qızı sonuncu dəfə Binəqədi rayon ərazisində görünüb. Onun üzərində ağ gödəkçə, ağ köynək, ağ şalvar, başında isə çəyirayı yaylıq olub. Görən şəxslərdən xahiş olunur ki, 050 446 2626 nömrəsi ilə əlaqə saxlasınlar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, həmin şəxsin tapılması istiqamətində polis tərəfindən tədbirlər davam etdirilir. İranda həbsdə saxlanılan Güney Azərbaycanlı hüquq müdafiəçisi Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib. Bu barədə onun yaxınları məlumat yayıb. Bildirilir ki, vəziyyəti ağır olan Nərgiz hazırda Zəncandakı xəstəxananın reanimasiya şöbəsindədir. Xatırladaq ki, Nərgiz Məhəmmədinin ötən ay vəziyyətinin kritik olması ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Nərgiz Məhəmməd 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində dünyaya gəlib. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib. O, qadınlara qarşı zorakılıqla mübarizəsinə, eləcə də hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə görə 2023-cü ildə sülh üzrə Nobel mükafatına layiq görülüb.